Salam dəyərli izləyicilər. Mən Pro İngilis dili kanalının beynəlxalq IELTS sertifikatlı ingilis dili müəllimiyəm. Bugün sizlərlə isim bölməsindən belə bir testin izahına baxacağıq. Choose the derivative nouns, düzəltmə isimləri seçin. Birinci sözə baxsaq, agreement, razılıq, ment suffiksi ilə düzəlmiş düzəltmə isimdir. İkinci söz, imagination, təsəvvür, tion suffiksi ilə düzəlmiş düzəltmə isimdir. Üçüncü sözə baxsaq, spaceship, kosmik gəmidir mənası. Space və ship, iki müstəqil sözün birləşməsindən əmələ gəlmiş mürəkkəb sözdür. Dördüncü söz, motherland, vətən. Mother, ana, land, yer, iki müstəqil sözün birləşməsindən əmələ gəlmiş mürəkkəb isimdir. Dördüncü sözdə çıxdıq. Beşinci söz, effort, cəhd deməkdir mənası, sadə isimdir. Beşinci sözdə çıxdıq. Və axırıncı, generosity, səxavətlilik, ity suffiksi ilə düzəlmiş düzəltmə isimdir. Düzgün cavab olur 1, 2, 6, C variantı. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 86 91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlıqlarımız buraxılış, blok, MİQ, sertifikasiya və magistr istiqamətindədir. Hansı mövzuya aid test izahına baxmaq istəyirsinizsə, rəy bölməsində qeyd etməyi unutmayın.